15-ci sualda deyir ki, üçbucağın ABC tərəfləri üçün bu şərt ödənilir. Bu üçbucağın böyük hündürlüyünü tapın. Hər üçü moduldadır. Modulların cəmi nə vaxt 0 olar? Hər biri 0 olanda A plus B çıx 17 bərabərdir 0-a, B plus C çıx 25 bərabərdir 0-a və A plus C çıx 18 bərabərdir 0-a. Bizdən bu üçbucağın böyük hündürlüyü istəyir. Bilirik ki, böyük hündürlük kiçik tərəfə çəkilməlidir. Böyük hündürlük kiçik tərəfə çəkilməlidir. Öncə buradan biz tapmalıyıq tərəflərlə bağlı nəysə bir şey əldə eləməliyik. Baxın, mən burada elə bil ki, bu üçünü tərəf-tərəfə toplasam, alaram 2A, üstəgəl 2B, üstəgəl 2C. Bu 17-ni bu tərəfə keçsəm 17, bunu buraya keçsəm 25, buraya keçsəm 18. Bunları da elə bir toplayanda, mən bunları tərəf-tərəfə toplayanda 2A üstəgəl 2B, üstəgəl 2C bərabərdir. 17-nin üstünə 25 gələndə 42, 42-nin üstünə 18 gələndə 60. A üstəgəl B üstəgəl C olacaq bizdən deməli 30. A üstəgəl B-miz 17-dirsə, onda C-yə qalacaq 13. Deməli, C-miz 13 oldu. B üstəgəl C-miz 28-dirsə, A-ya qalacaq. B üstəgəl C-miz daha doğrusu 25-dirsə, onda A-ya qalacaq. Deməli, 3-ün cəmi 30 idi. B üstəgəl C 25-dirsə, deməli, A-ya qalacaq 5. Sonra A üstəgəl C-miz də bizim, deməli, A üstəgəl C-miz də bizim burada 18-dir. 18-in üstünə də B gələndə 30 olacaq. B-miz də olacaq onda nə? 12. Deməli, A, B, C-ni tapdıq. Və tərəflərə baxanda görürük ki, bunlar Pifaqor ədədləridir. Yəni, katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. 5, 12, 13. Bizdən istəyirdi böyük hündürlük. Böyük hündürlük kiçik tərəfə çəkilir. Düzbucaqlı üçbucağın 2 hündürlüyü katetlərdir. 3-cü hündürlüyü də hipotenuza çəkilir. Amma bizdən böyük hündürlüyü istəyirsə, böyük hündürlük kiçik tərəfə. Yəni, kiçik tərəfdə bizdə 5-dir. 5 tərəfindən çəkilən hündürlük hansıdır? 12. Böyük hündürlüyümüz bizim 12-dir. Amma kiçik hündürlüyü böyük tərəfə. Üçbucaqda da, düzbucaqlı üçbucaqda da böyük tərəf hipotenuzdur axı. Buna çəkilən olacaqdır. Bax bu. Bunu da tapanda A vur B böl C düsturundan istifadə edəcəyik. 16-cı sualdan davam edək. Təhlillər sisteminə aiddir. Buranı 3'e vursaq, bax bu birinci tənliyimizi 3'e vursaq, 1 bölünsün y, daha doğrusu 3 bölünsün y çıxılsın 3 bölünsün y bərabərdir 3. 1 bölünsün 2x üstə gəlinsin 3 bölünsün y da bərabər 4 alarıq. Tərəf-tərəfə toplasaq 3 bölü y-lar bizdə gedər, mənfi müsbət. Bunları toplayan zaman isə 3 bölünsün x üstə gəlinsin 1 bölünsün 2x bərabər 7 alarıq. Hər tərəfi 2x-a vursaq, eləyəcək 6 üstə gəlinsin 1 bərabərdir 14x-a, 7 bərabərdir 14x-a, x də bərabər olacaq 2-də 1-ə, yəni 0.5-ə cavabımız oldu C variantı. 17-ci sualdan davam eləyək.